Hoş gördüm hamınızı, hoş geldiniz. Bugün gördüğünüz kimi evvel almışım. Dünən bazara getmişdim, bazardan aldım. Görəndə belə mevsimi tərəvəzləri almaq tərəfdarıyam. Çünki çox xeyirlidirlər. Yəni, ən azından ildə bir dəfə yemək lazımdır məncə. İstəyirəm bundan dolma pişirəm. Dolma pişirəcəm. Bir neçə il bundan qabaq pişirmişəm. Bir-iki dəfə. İki dəfə pişirmişəm. Məncə dadı qəşəng olur. Turşməzə bir dadı olduğu üçün dolmada da qəşəng olur. Bir dəfə pişirdiyimi içini yarpaq dolmasının, tənək dolmasının içiliyi kimi hazırlamışdım. Amma bu dəfə istəyirəm ki, kələm dolmasının içiliyi kimi hazırlayayım. Görüm, belə kələm dolmasının içiliyi ilə necə olur. İnanıram ki, o da yaxşı olar. Qərar vermişəm, hazırlayacağım. Görək necə olur. Bunların saplaqlarını təmizləyib, bir suyu qoymuşam artıq qaynamağa. Su qaynasın, bir dəfə isti suya batırıb çıxardacağım ki, pişmək asan olsun. Sonra da su yox suya atacağım ki, rənglər solmasın, yaşıllığını itirməsin. Əti doğrayıcıdan keçirtdim. Bir-iki dəfə doğrayıcıdan keçirtmişəm. Axırıncı dəfədə quru badımcan dolmasını pişirəndə elədim. Ət maşınından, ət çəkən maşınının doğrayıcının fərqi çoxdur. Ona görə ki, ət maşını ətin dadını qaçırdır. Ona görə də doğrayıcıda elədim, fərqini çox hiss elədim. Ona görə də bu dəfə də yenə doğrayıcıdan istifadə elədim. Soğanı da ki, əlimdə həmişə doğrayıram, demək olar ki. Ancaq bu dəfə biraz vaxtım az olduğu üçün ona görə onu da doğrayıcı, soğan da doğrayıcıdan keçirdim. Ancaq yenə də çox xırdalamadım. Əlcəyə taxdım. Düzdür, çoxlarına görə təmizlədim, amma mən əlcəyi taxandan sonra yumadan işlədə bilmirəm.
yağını çox tökmürəm. Mənim ətim çox yağlıdır. Ona görə çox tökmürəm yağını. Videomda görənlər, baxanlar bilir. Duzlu reyhan qurutmuşdum. 2 rəngindən də ondan tökəcəm. Təzə reyhan tökmədim bugün. Mən belə 3 gün formada bükürəm bunu. Yarpağa daha uyğundur belə bükmək. Ona görə də həmişə belə bükürəm. Şər bişirəndə formada bükürəm. Görünüşü də gözəldir. Bükməkdə daha asan.